Oh, no! Dəqiq fokus vardı orada. Yaxşıdır, hə, aydındır. Hə, все okey. 3, 2, 1. Saç başım yaxşıdır. Qrafon onlayndır. Fantastik xəbərlər sizi gözləyir. Yəqin ki, unutmamısınız. Like və kommentlər deyirəm. Əsas xəbərlər isə bunlardır. Galaxy S27 seriyası deyəsən 5000 mAh-dan çox akkumulyatora sahib olacaq. Xiaomi 18 Pro, süni intellekt düyməsi və genişləndirilmiş arxa ekran. Asus güclü planşet istehsalına görə smartfon bazarından çıxdı. iPhone 18 Pro 100% bax bu rənglərlə təchiz ediləcək. Təsdiqləndi. Apple-ın serisi 100% Google-un Gemini ilə təchiz olunacaq. Bu da təsdiqləndi. Tim Cook Apple-da tutduğu vəzifədən getdi. Maraqlıdır, elə deyil? Əgər elədirsə, bu videonu mütləq like edirsiniz. Komment yazmaq isə mütləqdir. Hər birinizə xoş izləmələr. Yeyib içmək yanınızda nəsə varsa, mən başladım. Samsung deyəsən Çin brendləri ilə rəqabət aparmaq məqsədi ilə artıq 5000 mAh-lı akkumulyatorlardan imtina edir. Yəni ki, Samsung Galaxy S27 seriyasında 5000 mAh-dan çox tutumlu akkumulyatorlardan istifadə edəcək. Bu barədə Vsivtech şirkəti Schroeder təxəllüslü mənbəyə istinadən məlumat verib. İddia olunur ki, Koreya texnonəhəngi nəhayət ki, növbəti Galaxy S seriyasının smartfonlarında yeni tipli batareyalardan istifadə etmək qərarına gəlib. Bir çox Çin şirkətləri əvvəllər silikon-karbon batareyalarına keçib və artıq 10000 mAh-a qədər enerji təchizatı olan nazik və yüngül smartfonlar istehsal edir. Samsung iddia edilən davamlılığa görə bu cür batareyalardan imtina edib. Lakin indi istehsalçı belə bir həll yolunu tapıb. Nəticədə Galaxy S27 seriyasında adi 4000 və 5000 mAh-dan dəfələrlə çox batareya malik smartfon olacaq. Bütün Galaxy S27 seriyalı smartfonlarının və ya yalnız birinin, məsəl üçün flaqman Galaxy S27 Ultra'nın bu batareyaları alacağı hələ ki məlum deyil. Xiaomi görəsən daha nə yeniliklər edəcək, amma etməlidir də. Çünki o özünü Çinin Apple hesab edir. Bu yox, bu ironiya deyil. Bu faktiki belədir. Xiaomi 18 seriyasında da bizi daha böyük yeniliklər gözləyir. Flaqman telefon süni intellekt düyməsinə və Xiaomi ekosisteminə daxil olan yaxın əlaqələrə sahib ola bilər. Xiaomi 18 Pro-nun ilk renderləri internetə yayılıb və tanış, lakin bir qədər yenidən təsəvvür edilmiş dizaynı ortaya çıxarır. Əsas diqqət yenidən nəhəng kameralara və ikinci dərəcəli arxa ekrana yönəldilib. Bu seriyanın imza xüsusiyyətidir və açıq şəkildə şirkətin ondan imtina etmək planları yoxdur. Sınıfa görə Xiaomi-nin arxa ekranı sadəcə dekorativ element olmayacaq. Hazırki nəsildə o artıq widgetləri göstərir, teleprometr kimi fəaliyyət göstərir və real vaxtda tərcüməyə kömək edə bilir. Yeni versiyada o ikinci dərəcəli panel əvəzinə tam hüquqlu mini ekrana daha yaxın olan müstəqil bir interfeysə yüksəldilə bilər. Ən diqqətə layiq yenilik yan tərəfdəki fiziki süni intellekt düyməsidir. Cihaz idarə etməsini, sürətli əmrlər və Xiaomi ekosistemi ilə inteqrasiyaya daxil olmaqla süni intellektlə işləyən ssenariləri bir kliklə işə salacaq. Əsasən bu smartfonun ağıllı ev və hətta ekosistemə daxil olan nəqliyyat da daxil olmaqla ətrafdakı hər şey üçün idarəetmə mərkəzinə çevirmək cəhdidir. Ön tərəfdə 1.5K ölçüsünə malik, daha kompakt, düz ekran gözlənilir və içərisində Qualcomm-un növbəti flaqman çipi, ehtimal ki, CMC-nin 2 nanometr prosesinə əsaslanan Snapdragon 8 Elite Gen 6 Pro yerləşir. Hələ ki, bunlar renderlər və sıntılardır. Rəsmi təqdimat oktyabr və noyabr aylarında gözlənilir. Bildiyimiz kimi Asus smartfon bazarından gedib, amma indiyənə qədər bəlli değildi ki, Asus bunu nəyə görə edib və bəlli oldu. Məlum oldu ki, Asus güclü planşetlərin istehsalına keçdiyinə görə smartfon bazarını tərk edib. Sızıntı incə dizayn, böyük 144 Hz OLED ekran, Dolby Vision və Dolby Atmos dəstəyini ortaya qoyur. Daha əvvəllər smartfon bazarından çıxdığını təsdiqləyən Asus yeni bir planşet hazırlayır. Asus Pad adlandırılan cihazın ilk renderləri artıq internetdə peyda olub. Sızıntı əsasən marka premium segmenti və multimedia imkanlarına diqqət yetirir. Planşet 144 Hz yeniləmə tezliyindən malik, 12.2 düymlük 2 qat təbəqəli OLED ekrana sahib olacaq. Bu texnologiya tandem OLED-ə bənzəyir və artan parlaqlıq, davamlılıq təklif edir. Dolby Vision və Dolby Atmos dəstəyi də deyilir. Ekranın ətrafındakı çərçivələr olduqca nazikdir, korpus minimalistik və müasir görünüşə malikdir. İlkin məlumatlara görə cihaz sürətli şarj dəstəyinə malik, 9000 mAh-lıq batareya ilə təchiz olunacaq. Təxminən 525 qram ağırlığında və cəmi 6.5 mm qalınlığında olacaq. Dəqiq spesifikasiya, buraxılış tarixi və qiyməti hələ açıqlanmayıb.
Sürətli yenilənən texnoloji xəbərlər əlbəttə ki, qrafondadır. Sürətli, kəsilməz və ən əsası maksimal keyfiyyətli texniki servis Start Telekom internet provayderindədir. Qrafonun seçimi əlbəttə ki, Start Telekomdur. Siz də Start Telekomu seçin. iPhone 18 Pro seriyasının yeni rəngləri təsdiqləndi. Apple'ın qarşıdan gələn flaqman modelləri tünd qırmızı və açıq mavi daxil olmaqla 4 çalarda olacaq. Yeni sızmalara görə iPhone 18 Pro və iPhone 18 Pro Max 4 yeni rəngdə satışa çıxarılacaq. Əsas marketinq rəngi şirkətin yeni versiya üçün əsas rəng hesab etdiyi tünd albalı rəngidir. Qırmızı şərab rənginə daha yaxın olduğu və keçən ilki kosmik narıncı rəngi əvəz edilməsi nəzərdə tutulduğu deyilir. İkinci yeni rəng açıq mavidir. Bu bazarda iPhone 7 modellərində dumanlı maviyə bənzəyir. Apple həmçinin daha sadə bir seçimi əlavə edir. Tünd boz. Bu o deməkdir ki, bu rəng qara rəngi seçənlər üçün idealdır. Dördüncü rəngi isə dəyişməz qalaraq əvvəlki nəsildə olan gümüşü rəngdir. Nəticədə çeşid olduqca balanslı görünür. iPhone 18 Pro və iPhone Ultra seriyalarının rəsmi təqdimatı sentyabr ayında baş tutacaq. Apple'ın səsli assistenti olan Siri-dən kimsə istifadə eləyir? İstifadə edən varsa, kommentlərdə yazsın. Mən 100% istifadə etmirəm. Çünki o qədər də effektiv deyil. Amma deyəsən köklü surətdə Siri dəyişəcək və ağıllanacaq. Çünki Siri-ni artıq Google Gemini ilə təchiz edəcəklər. Apple süni intellekt tətbiqində çətinliklər çəkir. Google rəsmi olaraq Apple ilə tərəfdaşlığına münasibət bildirib və Google Gemini-nin 26-cı ilin sonlarına çıxacaq yeni və daha fərdləşdirilmiş Siri versiyası üçün əsas olacağını təsdiqləyib. Google Cloud-un baş direktoru Thomas Kurian hazırda Las Vegasda keçirilən Google Cloud Next 2026 konfransında Apple ilə əməkdaşlığından bəhs edib. Bu ilin əvvəlində texnologiyamızın gücünü dünyanın hər yerindəki istifadəçilərə çatdıracaq ən ikonik brendlə bir yerdən möhtəşəm bir tərəfdaşlıq elan etdik. Gemini texnologiyasına əsaslanan Apple Foundation modellərinin növbəti nəslini inkişaf etdirmək üçün Apple ilə onların üstünlük verdiyi bulut provayderləri kimi tərəfdaşlıq edirik. Bu modellər indi bu ilin sonunda daha fərdləşdirilmiş Siri də daxil olmaqla gələcək. Apple Intelligence xüsusiyyətlərini gücləndirəcək deyə açıqlama bildirib. Xatırladaq ki, Apple əvvəlcə ağıllı Siri-nin 2025-ci ildə təqdim etməyini planlaşdırırdı. Lakin sonradan bu buraxılışı dəfələrlə təxirə saldı. 2026-cı ilin əvvəlində şirkətin ilin sonuna qədər yeni xüsusiyyətlərin təqdimatını təsdiqlədi. Lakin dəqiq bir zaman qrafiki təqdim etmədi. Əksər insiderlər Siri-nin yazda ağıllı olacağını proqnozlaşdırırdılar. Lakin bu baş vermədi. Apple şirkətinin Siri-nin yeniləmək üçün 31 dekabr 26-cı ilə qədər vaxtı var. Lakin yeni şəxsi köməkçi ilk dəfə iyun ayında keçiriləcək WWDC 2026-da iOS 27-də göstərilə bilər. Tim Cook 15 ildir ki, Apple adı ilə eyni çəkilir. Artıq 15 ildən çoxdur ki, hər bir Apple-ın təqdimatı Tim Cook'un bu sözləri ilə başlayır. Good morning. 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 27-ci ilin WWDC konfransında artıq Tim Cook yox, John Turners bizi salamlayacaq. Good morning. Çünki Tim Cook Apple CEO-su vəzifəsindən getdi. Oh, no! Görünür, Apple şirkətində hər mənada böyük dəyişikliklər olacaq. Apple rəsmi olaraq yüksək səviyyəli idarəetmədə dəyişiklikləri elan etdi. Steve Jobs'un varisi Tim Cook yayın sonuna qədər Apple şirkətinin baş direktoru vəzifəsində qalacaq və John Turners 1 sentyabr 2026-cı ildə Apple şirkətinin direktorlar şurasına qoşulacaq və baş direktor vəzifəsini icra edəcək. Bundan sonra Tim Cook icraçı sədr vəzifəsinə keçəcək və dünyanın hər yerində siyasətçilərlə əlaqə qurmaq da daxil olmaqla şirkətin əməliyyatlarına müəyyən aspektlərdə kömək edəcək. Cook açıqlamasında Apple şirkətinin baş direktor vəzifəsinə keçdiyi vaxtı həyatının ən böyük imtiyazı adlandırır. Apple-ın baş direktor vəzifəsində çalışmaq və belə bir fövqəladə şirkətin rəhbərliyinə həvalə olunmaq həyatımın ən böyük şərəfi idi. Mən Apple-ı bütün qəlbimlə sevirəm və müştərilərimizin həyatını yaxşılaşdırmaq və dünyanın ən yaxşı məhsulu, xidmətlərini yaratmaq üçün daimi çalışan, belə parlaq və innovativ, yaradıcı və dərin qayğıkeş insanlardan ibarət komanda ilə işləmək imkanına görə sonsuz minnətdaram. John Turners mühəndis zehninə, novator ruhuna, dürüstlük və ləyaqətli rəhbərlik etmək imkanlarına malikdir. O 25 il ərzində Apple-a verdiyi töhfələrinin saysız hesabsız olan, uzaqgörən bir insandır və şübhəsiz ki, Apple-ı gələcəyə aparmaq üçün doğru insandır. Mən onun qabiliyyətinə və xarakterinə son dərəcədə əminəm. Bu keçid dövründə və icraçı sədr kimi yeni rolumda onunla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm. Cook deyib.
Turner cavab olaraq Apple-ın qarşıdakı illərdə nələrə nail ola biləcəyi barədə nikbinliyini vurğulayıb. Apple-ın missiyasını davam etdirmək üçün bu fürsətə görə dərin minnətdaram. Demək olar ki, bütün karyeramı Apple-da keçirdiyim üçün Steve Jobs'un rəhbərliyi altında işləmək və Tim Cook-u mentor kimi görmək şansına sahib oldum. Dünya ilə qarşılıqlı əlaqə tərzimizi dərindən dəyişən məhsullar və təcrübələr formasına kömək etmək mənim üçün bir şərəf idi. Qarşıdakı illərdə nələrə nail ola biləcəyimizə nikbin baxıram və yer üzərindəki ən istedadlı insanların Apple-da olduğuna, hər birimizin böyük bir şirkətin bir hissəsi olmasına qərarlı olduqlarını bilməkdən çox məmnunam. Mən bu mövqeyi təvazökar qəbul edirəm. Yarım əsrdir bu xüsusi yeri müəyyən edən dəyərlərə və vizyonla liderlik edəcəyimə söz verirəm deyə John Turner cavab verib. Apple bildirir ki, keçid direktorlar şurası tərəfindən təsdiqlənir və düşüncəli, uzunmüddətli varislik planlaşdırma prosesinin nəticəsidir. Hazırki sədr Arthur Levinson şurada aparıcı müstəqil direktor olacaq. Apple-ı Steve Jobs yaratdı və novator bir şirkətə çevirdi. Tim Cook isə Apple şirkətini trilyonluq dəyəri olan bir texnonəhəngə çevirdi. Görəsən John Turner nə edəcək? Görəsən nə bir irəliləyiş olacaq? Bunu isə zaman göstərəcək. Amma düşünürəm ki, Apple inkişaf edəcək. Apple-ın inkişafı hələ dayanmayıb. Gələcəkdə Apple-ın daha böyük uğurları olacaq. Kim mənim fikrimcə razıdırsa, bu videonu like etsin. Razı olmayanlar isə əlbəttə ki, dislike. Qrafon maariflənmək istəyənlərin kanalıdır. Maariflənmək istəyirsənsə mütləq kanala abunə ol. Bugün isə bu qədər. Video xoşunuza gəldisə like, xoşunuza gəlməsə əlbəttə ki, dislike. Amma dislike etməyinizin səbəbini mütləq kommentlərdə yazın. Kanalımızda daha çox maraqlı videolar var. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda və ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram. Qrafon eğlendirir. Qrafon abunənizi gözləyir. Çelenkler, grafonda hediyeler. Abone oldun, ela. Comment yazdın, super.